Salam. Bu videoda biz Progress IMS Claims Manager Power BI panelində hadisə və iş məlumatlarının interaktiv analitik vizuallarını təqdim edirik. Power BI biznes verilənlərini mərkəzi dashboardda toplamaq və interaktiv vizuallar vasitəsilə analiz etmək üçün istifadə olunur. Real vaxt məlumat axınları, drill down funksiyaları, interaktiv filtrlər və eksport imkanları ilə qərar proseslərini sürətləndirir və şəffaflaşdırır. Ümumi statistika hissəsində aylara görə hadisə saylarının xətt qrafiki vasitəsilə tendensiyalar izlənir, KPI kartlarında təsdiqlənən və ödənilən məbləğlər, region və sığorta növləri üzrə bar qrafikləri təqdim olunur. Çağrı mərkəzi hissəsində gündüz və gecə zənglərinin say qrafiki, operator seçimi üçün filtr, zənglərin saat üzrə bar diaqramı və orta danışıq müddətinin KPI vizualları ilə çağrı mərkəzi fəaliyyətinin effektivliyini ölçür. Qəza komissarı hissəsində hadisələrin tənzimlənmə müddəti üçün donut qrafiki, qəbul edilmiş, xitam verilmiş və icra vəziyyətindəki işlərin KPI kartları, region və sığorta növləri üzrə bar qrafikləri komissarın performansını göstərir. Müştəri xidmətləri hissəsində ümumi hadisə və iş sayları, təsdiqlənən, icra vəziyyətində və xitamlanmış işlər üçün KPI vizualları, subrogasiya statusu və sığorta növləri üzrə bar qrafikləri müştəri xidməti proseslərini əyani şəkildə əks etdirir. Qiymətləndirmə hissəsində daxili və ekspert qiymətləndirmə payları üzrə bar qrafikləri, yekunlaşmış iş sayı və orta məbləğ üçün göstərici vizualları işlərin keyfiyyət və maliyyə göstəricilərini vizuallaşdırır. Hadisələr cədvəli hissəsində hadisə nömrəsi, zəng və hadisə tarifləri, avtomobil nömrəsi, sığorta növü və sığortalı məlumatları interaktiv cədvəldə sıralanır. Filtr, axtarış və sıralama funksiyaları ilə detallı təhlil mümkündür. İşlər cədvəli hissəsində hadisə nömrəsi, avtomobil nömrəsi, sığorta tipi, sığortalı adı və işin başlama tarifi üzrə interaktiv cədvəl və axtarış filtr funksionallığı ilə işlərin gedişatını izləməyə imkan verir. Bundan əlavə qeyd etmək istərdik ki, sığorta şirkətinin əməkdaşları mövcud dashboardlar üzərindəki məlumatları yeniləyə, vizual elementləri dəyişdirə və funksionallığı genişləndirə bilərlər. Eyni zamanda ehtiyac yarandıqda və ya yeni tələblər meydana çıxdıqda tamamilə yeni dashboardların yaradılması da mümkündür. Beləliklə, Power BI paneli sayəsində Progress IMS Claims Manager sistemindəki bütün əsas göstəricilər və proseslər real vaxtda, interaktiv vizuallar vasitəsilə əyani izlənir, drill down və filtr imkanları ilə təhlil asanlaşır. Diqqətinizə görə təşəkkür edirik.